Şəhid baş leytenant Vüsal Kazımovun anım günü keçirilib. Yaşasaydı 35 yaşı tamam olacaqdı. Vətən müharibəsində qələbənin əldə olunmasının və qəhrəman igidin şəhadəti ucalmasının 5 illiyi ilə bağlı Mais Mirzəcanov adına Yuxarı Nüvədi Kənd Tam Orta Məktəbində tədbir keçirilib. Mərasimdə Lənkəran şəhər icra hakimiyyətinin rəhbərliyi, deputatlar, elm adamları, şəhidin döyüş yoldaşları, eləcə də onunla birgə çalışan təhsil nümayəndələri iştirak edirdi. Çıxış edənlər Vüsal Kazımov haqqında xatirələrini bölüşüb, məktəblilər tərəfindən şəhidin xatirəsinə həsr olunan şeirlər və musiqi nömrələri səsləndirilib. Biz hər zaman olduğu kimi bu gün də öz şəhidimizi böyük qürurla anırıq. Bugünkü tədbirimiz də sırf ona həsr olunub. Respublikanın hər yerindən qonaqlarımız var. Biz hamımız bu günləri öz şəhidimizin valideynləri ilə birlikdə bu tədbiri böyük möhtəşəm bir tədbir qeyd edirik. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsində əsas məqsəd gələcək nəslin vətənpərvər ruhda tərbiyə olunması və bizim qəhrəmanlarımızın danılmaz qəhrəmanlığını hər zaman diqqətdə saxlamaq və gələcək nəsilə yazdığımız tarixlə nümunə olmaqdır. Tədbirdən sonra mərasim iştirakçıları Yuxarı Nüvədi Kənd Qəbristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə tərcülər düzüb, ruhuna dualar oxuyublar. Ardınca şəhidin ev muzeyi ziyarət olunub. Artıq bu 5 ildir ki, biz Vüsalın anı günü keçirdirik, amma hər dəfə fərqli şəkildə keçirdik. Çünki Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə Azərbaycan torpaqları tam şəkildə azad olundu. Bu Vüsal kimi şəhidlərimizin, qazilərimizin, milli ordumuzun sayəsində baş verdi. Və ildən ilə biz artıq anım tədbirlərində biraz fərqli şəkildə qeyd edildik. Bu il isə xüsusilə onu qeyd elədik. Çünki bu il həm zəfərimizin 5 ilidir, həm qeyd elədiyimiz kimi suverenliyimizin və konstitusiyoneliyimizin 30 illiyi ilə möhtərəm prezidentimin sərracı ilə il keçirildi və həm də Vüsal balamızın 35 illik yubileyidir. Bugün qürur hissi duyuram ki, mənim oğlum vuruşub, döyüşüb, şəhid olubsa da vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda vuruşub. Biz Vüsal'la dost olmuşuq uzun bir müddət və artıq 5 ildir ki, mən tək dostluqdan əlavə, mən 5 ildir bu kəndə yol gedib gəlirəm, 5 ildir mən bu ailənin üzvü, bu kəndin bir sakini kimi hesab edirəm özümü. Vüsal haqqında kitab yazmışam, Vüsal haqqında film çəkmişik, mahnı bəstələmişik, amma bütün bunlar sadəcə bir boş qalan dost yanımızı doldurmaq üçündür, amma təəssüf ki, o yan heç vaxt dolmur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi heç vaxt unudulmur və onların döyüş yolu gələcək nəsillərə örnək olaraq təqdim edilir. Qeyd edək ki, ölkə prezidentinin sərəncamına əsasən şəhid baş leytenant Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, həmçinin vətən uğrunda igidliyə görə, Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Əyyub Türkay, Eldəniz Qurbanov, Lənkəran.